Son dövrlərdə bildiyimiz kimi boşanmaların sayı artıb. Sizcə buna səbəb nədir? Məncə burada iki səbəb var. Birinci odur ki, xasiyyətlərin vaxtında bir-birini öyrənmirlər bəzi xasiyyətlərini. Sonra yaşayanda xasiyyətləri tutmur. Bir səbəb budur. İkinci səbəb maddi vəziyyətdir. Maddi çətinliyə görə. Çoxu görsən ki, ailəni atır, çıxır, gedir xarica. Adicə dərmanlar günü-gündən bahalaşır. Məhsullar da elə. Gərək ki, ucuzlaşsın. Boşanmalara səbəb birinci gənclərdə tələsmək, bir-birini sınamadan, öyrənmədən evlənmək. İkinci də iqtisadi cəhətdir. Məsələn, cavan oğlan, cavan qızla evləniblər. Amma yaşamaq yeri çətindir. Bax, bu səbəb iqtisadi cəhətdən. Ələxüsus, onların valideynlərinin onlara yol göstərməmə səbəbi. Çünki düşünmədən tezcə ailə qurmaq, bu ya oğlan tərəfdən, ya da qız tərəfdən səhvə yol verməkdir. Gərək bunlar heç olmasa bir neçə il bir-birini tanısın, öyrəşsin sonra. Məncə bunun əsas səbəbi hazırda öhdəliklərin düzgün şəkildə bölünməməsidir ailə daxilində. Hər hansı bir fərdə, əsas da hazırda qadınlar tərəfdən həddən artıq yükün yükləndiyini düşünürəm. Buna görə də bir müddət sonra anlaşılmazlıqlar daha çox artır və eyni zamanda insanların bir-biri ilə çox kommunikasiya qurmadığını düşünürəm düzgün şəkildə. Ona görə əsas olaraq öhdəliklər düzgün bölünməlidir. Hər iki tərəf bir-birinə tam hörmətlə yanaşmalı və hər bir kəsin fərd olduğunu başa düşməlidirlər. Hazırda əsas problemlər məncə bundan ibarətdir. Çox səbəb var əslində. Səbəb xəyanətdir, sosial şəbəkələrdir, maddi durumlardır. Hər şey səbəb göstərmək olar. Hər iki tərəfdə bu dəqiqə düşüncələr fərqlidir. Yəni şərait olub-olmadan evlənirlər, sonrasını fikirləşmirlər, nə olacaq, necə olacaq. Əsas səbəb bunları göstərərəm. Xəyanət də öz yerində, yəni hər iki tərəfdə də xəyanət ola bilər. Bu qədər.